Yeni ekosistem formalaşır. Dənizin çəkilməsi nəticəsində cəmi bir neçə ildə burada onlarla bitki növü əmələ gəlib. Yaşıllığın artması bu əraziləri köçəri quşlar üçün də cəlb edicidir. İlk baxışdan cəngəllik və bataqlığı xatırladan bu ərazi Xəzər dənizinin Astara sahilləridir. Suyun geri çəkilməsi ilə burada müxtəlif bitki növlərindən ibarət ekosistem yaranıb. Xəzər sularına qərq olmuş bu ərazi son 10 ildə artıq 50 metr arxaya çəkilib və dənizin suyunun çəkilməsi nəticəsində də gördüyünüz maraqlı mənzərələr ortaya çıxır. Burada müşahidə olunur daha çox belə deyə bitki növləri, hətta hündürlüyü bir neçə metr olan ağaclar. Bu da təbii bərpa prosesini və ekoloji ardıcılığı nə qədər sürətlə getdiyini göstərir. Su geri çəkildikcə biz görürük ki, həmin onun yerində, həmin o torpaqlarda bu dəniz üçün xarakterik olan bitkilər meydana çıxmışdı. Məsələn, su həmişə dənizdə, çay qırağında bitən bitkilər var, qızılağac. Yəni bizim bölgəmizdə ən böyük quruq olan qızılağac quruğunun adı da həmin bu ağaclarla bağlıdır. Bunlar sürətlə yayılmağa başlayır burada. Yəni biri düşürsə, o sürətlə yayılır. Xəzərin suyunun geri çəkilməsi prosesi də davam edir. Hətta son günlər yağan yağışlarla əlaqədar çaylarda suyun səviyyəsi artsa da bu dəniz səviyyəsinə təsir etməyib. Əksinə elə yenə də geri çəkilir. Belə baxanda da görürük nə qədər burada geri çəkilmə var. Təqribən bu təzə tikilən binalar ki yoxdur bunun ətrafında. Dəniz oradan gəlirdi. Biz uşaqlıqda yadıma gəlir buralarda çimərdik. İndi görürsən tamam çəkilib böyük bir park yaranıb. Bu bulvar hissəsi hamısı suyun altındaydı. Tədricən bu 30-40 il ərzində dəniz tədricən çəkilərək deməli suyun səviyyəsi aşağı düşərək böyük bir sahə yarandı burada. Mütəxəssislərin fikrincə isə Xəzər dənizinin geri çəkilməsinə səbəb hal-hazırda da Xəzər dənizinin yerləşdiyi ərazi geosinklinal plitələrinin toqquşluğu ərazidir. Burada gərgin tektonik proseslər müşahidə oluna bilir və hal-hazırda Xəzər dənizinin cənub hissəsində, xüsusilə Lənkəran çökəklik hissəsində çökmə prosesi davam edir. Xəzər dənizinə yağıntılarla bağlı, iqlimlə bağlı daxil olan sular tektonik proseslər nəticəsində baş verən dəyişiklikləri kompensasiya edə bilmir. Xəzər dənizinin geri çəkilməsi prosesinin 2040-cı ilə qədər davam edəcəyi, daha sonra isə dəniz səviyyəsinin tədricən artacağı gözlənilir. Məhz buna görə sahilin son illərdə genişlənən hissəsində yeni infrastrukturun qurulması məsləhət görülmür.